Я хочу сказать сначала, прежде чем Гаджимель будет держать речь, я не могу не сказать сначала спасибо этому дому, этому нашему родному дому, в котором мы с 2003 года обитаем. И я говорю, пока я живу, пока я дышу и работаю, я всегда буду говорить спасибо этому дому. Я всегда буду благодарна Аллах Рахматилляхи Азер Паши Нематову, который дал дорогу нам, путевку в жизнь. Наш театр благословил он в 2003 году. И с тех пор мы под опекой этого дома, который очень много для нас делает. И я безмерно рада, что вообще в мире еще не все так плохо, пока есть такие люди. И пока на место Азер Паши Нематова стал Гаджи Мелин. Кто не знает, ныне председатель Союза театральных деятелей Азербайджана, народный артист Азербайджана Гаджи Исмаилов или Исмаилов? Исмаилов. Исмаил, так. Который тоже, только можно сказать спасибо, что есть такие люди. Потому что даже сейчас в процессе работы, сталкиваясь с такими проблемами, трудностями, когда не всегда идут навстречу, не понимают. Но когда вот есть такой человек, я просто чувствую вот какое-то продолжение, да, вот от Азер Паши вот сюда вошло, и он также принимает, помогает, советует, какие-то вот дельные советы дает. Только приду, скажу, Гаджи Мелин, а вот так, а давайте сделаем вот так, а давайте сделаем, как летом пришла, говорю, в другое время не можем мы поехать никуда, как раньше за границу. А в чем дело? Сейчас я позвоню, поедете в Кусаны. Это все спасибо Гаджи Мелину. И даже сейчас, в этот момент, когда зал на ремонте, дай бог, чтобы он открылся, пожалуйста, приходите в малый зал, работайте в малом зале. То есть, понимаете, это я ощущаю как вот друга человека высоких моральных устоев. Не побоюсь этого слова, в наше время это редкость и не так часто встречается. Не так часто, чтобы помогал коллективу, помогал детям. Огромное вам спасибо, низкий вам поклон, и потому что сегодня вы опять нас принимаете, и спасибо, что вы вообще поднялись. Спасибо, Лариса. Спасибо вам. Спасибо от родителей, от меня, от детей, да, от всех. Спасибо большое. Наш долг, конечно, помогать каждому творческому коллективу, и также детский театр для нас очень родной, и мы стараемся все время помогать вам, и будем помогать вам, это наш долг. Я приветствую всех. Mən hamınızı ürəkdən salamlayıram. Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində. Bildiyiniz kimi, bugün Azərbaycan dövlətinin, Azərbaycan xalqının həyatında ən faciəli günlərdən biridir. Bu günləri Azərbaycanın bütün bölgələrində, hər yerdə Xocalı soyqırım qurbanlarının anım mərasimləri keçirilir, onların abidələri gülçiçək dəstələri verirlər. Çünki Azərbaycan xalqı hələ 20-ci əsrdə bir çox fəlakətlərlə, bir çox faciələrlə üzbəüz qalıb. 1905-ci ildə, 1918-ci ildə, 1920-ci ildə və sonralar da Azərbaycanlılara qarşı işğal siyasəti həyata keçirilir və bildiyiniz kimi 1992-ci ildə fevral ayının 25-dən 26-sına keçən gecə Erməni silahlı qüvvələri və 366-cı moto atıcı silahlı dəstənin birlikdə onların deməli Xocalı şəhərinə hücumu oldu və bu hücum nəticəsində
Xocalı şəhəri işğal olundu və orada yaşayan dinc sakinlərə, əli silahsız insanlara qarşı sözün əsl mənasında soyqırım keçirildi. Bu Azərbaycan xalqının tarixində çox faciəli bir hadisə idi. Və belə ki, bu hücum nəticəsində o Xocalıda yaşayanlar hamısı mülki əhali əsir götürüldü. Onların hamısı indiki Xan kəndinə köçürüldü və onların Xan kəndinə köçürülməsinin qərarını verən də o vaxtki Dağlıq Qarabağ Respublikasının rəhbərliyi idi. Və sözsüz o Xan kəndində əsirlikdə olan insanların başına çox böyük faciələr gətirildi, onlara böyük əzablar verildi. Onların bütün varı, dövləti hamısı əllərindən alındı. Bu faciə nəticəsində təsəvvür edin ki, bir 60-dan çox uşaq, bir 100-dən çox deməli qoca insanlar və deməli bunları güllələdilər, bunları məhv etdilər. Hardasa bir 1600-ə yaxın insanı isə deportasiya elədilər Xan kəndinə. Sözsüz ki, bu böyük bir faciədir. Bu dünya tarixinə yazılası bir faciə. Bu soyqırım nəticəsində təsəvvür edin ki, 8 ailə tamamilə dağıldı. 8 ailə məhv oldu və hardasa bir 20-yə yaxın ailənin üzvləri, yəni o uşaqlar yetim qaldılar və 100 nəfər isə hərəsinin də bir valideynindən məhrum oldular. Bu böyük bir faciədir və Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayıb və bu gün, bu il Xocalı soyqırım qurbanlarının 33-cü ildir. 33 ildir ki, Azərbaycan xalqı bu soyqırımı qeyd edir və o soyqırım abidələrinin yanına gül çiçəklər qoyurlar. Sözsüz bu böyük faciəni Azərbaycan xalqı heç vaxt unutmayacaq. Bu Azərbaycan xalqının tarixinə yazılan bir gündür və Azərbaycan xalqı 44 günlük özünün zəfər yürüşündə bütün o istər Xocalı qurbanlarının, Xocalı soyqırım qurbanlarının və o cümlədən bizim şəhidlərin qanını yerdə qoymadılar və müzəffər ordumuz Ali Baş Komandan başda olmaqla biz düşmənə qalib gəldik. Amma həmişə bizim yaddaşımızda həkk olunacaq ki, Azərbaycan xalqına qarşı belə bir soyqırım törədilib. Bunu heç vaxt biz unutmayacağıq və unutmağa haqqımız da yoxdur. Onlar elə qurbanlardır ki, onların nə yaxşı ki, o vaxtları Çingiz Mustafayev o səhnələri lentə alıb və o lent yaşayır, o lent bir daha göstərir ki, dünya ictimaiyyəti bilsin ki, Azərbaycan xalqına necə bir soyqırım törədiblər. Əlbəttə bu soyqırımda əsir düşənlər də vardı. Təsəvvür edin ki, 106 nəfərin hələ indiyəcə harda olduğu hələ də məlum deyil. Onlardan heç bir xəbər yoxdur və hələ hindi hardasa bəzilərinin o nəşləri tapılır, gətirilir, aydın olur ki, bunlar Xocalı soyqırımının qurbanları olurlar. Mən hamınıza ürəkdən təşəkkür edirəm ki, biz bu günləri, bax bu gün Xocalı soyqırım qurbanlarının əziz xatirəsini yad edirik və hamınızdan xahiş edirəm bir dəqiqəlik sükutla Xocalı soyqırım qurbanlarının əziz ruhunu yad edirik. Allah rəhmət eləsin. Hamınıza can sağlığı arzu edirəm və mən istəyirəm Günay Uşaq Teatrının kollektivinə, onlara isə xalqı başda olmaqla təşəkkür edeyim ki, belə bir təşəbbüsdə oldular ki, bu günləri biz bu günü qeyd edək, bu anı qeyd edək və yəqin ki, o Günay Uşaq Teatrı öz kompozisiyası ilə, öz tamaşası ilə həmin o soyqırım qurbanlarına
ayı gözəl bir tamaşa oynayacaqlar. Onlara uğurlar arzu edirəm. Günay Uşaq Teatrında Larisa xanım başda olmaqla daha böyük müvəffəqiyyətlər arzu edirəm. Hamınıza can sağlığı arzu edirəm. Allah hamınıza can sağlığı versin. Azərbaycan hal-hazırda qüdrətli bir dövlətdir. İstər bütün kimə olursa olsun ona cavab verməyə hazırdır və Ali Başkomandan başda olmaqla ordumuz Azərbaycan xalqının arxasında dayanıb və biz həmişə qalib gələcəyik. Biz qalib ölkənin vətəndaşlarıyıq. Sağ olun. Спасибо, ребятам, еще раз спасибо всем работникам этого дома, всем девочкам, которых я знаю столько лет, лично Элладе Ханум, которая нам очень помогает. И, наверное, сейчас мы Вот она, подошли. Эллада Ханум. Вот, да, я как раз про себя говорю, Эллада Ханум. Что спасибо Элладе Ханум, который все время с нами взаимодействует. А сейчас я Зеленкис Ханум, автор поэмы «Cevap ver». Başımı da olsun. Da. Buyurun. Bir daha hoş Yapalım gördük çocuklar. sizi. Bir daha hoş gördük. Ben de özgürlüğümden teşekkür ederim size ki güzel mekanı siz bağışladınız ve biz bugün Azerbaycan'ın büyük bir faciasını getirdik. Bunun için gelen her bir qonaqlarımıza təşəkkürümü bildirirəm. Başta siz olmaqla Larisa xanıma dərindən minnətdarlığımı bildirirəm. Mən bir-iki kəlmə bu tamaşanın ərsəyə gəlməsində əməyi olan insanlara, Larisa xanıma və bu tamaşanın ideya rəhbəri Aygün Zamanlıya, baletmi istəyir Gülşən xanıma ürəkdən təşəkkürümü bildirmək istəyirəm. Və bu kollektiv Günay Uşaq Teatrı, ən istedadlı uşaqlar burada yığılıblar. Burada Leyla Məmmədova var idi, Leyla Mürşidova var idi, Əli Əliyev, Alon Baxamimov, Leyla Mürşidova, indi Tuncay balam var. Kızımız dünən bizi çox ağlatdı bir ana obrazından. Bilirsiniz, bu talantdır. Bu böyüklükdür Hacı müəllim, siz onlara yol verirsiniz. Bu talantların inkişafına siz böyüklük göstərdiniz, yer verdiniz. Mən sizə dönə-dönə təşəkkür ederim ki, bu sizin diqqətinizdən kənarda qalmadı. Burada elə istedad uşaqlar var, akademik dövlət dram teatrına, onlar aktyor kimi götürülə bilərlər. Və Aygün xanım burada əyləşib bizim əzizimiz ideya rəhbəridir. Bu mənim poemamı Larisa xanımdan çox böyük sevgi ilə o xanım uşaqların, rus dilli uşaqların, bəzən sizdən çox üzr diləyirəm. Mən uşaqlar böyüklük göstərirlər, bunu Azərbaycan dilində deyirlər. Bəzi ziyalılarımız deyir ki, aksentdə sözlər biraz fərqli olur. Mən xahiş edirəm sizdən. Bu rus dilli uşaqlardır, onu nəzərə alasınız. O uşaqların böyüklüyü də Hacı müəllim. Çox üzr istəyirəm. Mən hələ belə vətənpərvər aktyor səhnəmizdə çoxdur. Məsələn, sizi kimi bizim Ələkbər Ələsgərovumuz var, bizim Sidir Ruhullamız var, bizim səhnədə Ülvi Rəcəbimiz olub, indi Nürəddin Mehdi xanımımız var. Amma bu, siz görəsiniz Tuncay balamız Çingiz rolunu ifa eləyəndə bütün zalı titrər. Bu uşaq onun bütün yaşadığını bizə yaşatdı. Yəni bu uşaqlarda böyüklük var, bu uşaqlarda istedadla xahiş edirəm. Tamaşaçılarımız da diqqət eləsin və onların aksentinə deməsinlər ki, bu sözü belə deyir. Onların o performansı, oyduğu ürəyi qiymətləndirmək lazımdır ki, bu necə bir vətənpərvər kollektivdir. Bu kollektivə dövlət teatrı demək vaxtı çatıb. Hacı müəllim, çox xahiş edirəm. Mən 20 ildə əməkdaşlıq edirəm bu xanım kimi vətənpərvər Zeyr Hacıbəylisi, istər Yesenini, heç birini Səmət Vurğunu, yəni Cəfər Cabbarlını, Axundovu, elə mən bir tanınmayan bir şairəyəm, mənim əsərimə dəyər verdim xanım ki, bu Xocalının bütün dünya tanıdılması üçün
16 ildir biz bunu 2008-ci ildən Leyla xanımın Xocalıya ədalət kampaniyasından başlamışıq. Arada bir 3 il, 4 il bizim pandemiyaya görə tamaşamız olmalı. Bütün Bakı şəhərində mədəniyyət ocaqlarında nümayiş etmişik və bütün ali məktəblərdə nümayiş etmişik. İlk dəfə Üzeyir Hacıbəyliyev muzeyində Aygün xanım, bizim xalq artisti Sərdar Fərəcov çox sağ olsun və Məmməd Səid Ordubadinin ev muzeyində burada oturub Rasimə xanım və Lala xanım var. Abbaszadə çox sağ olsunlar. Biz Nərman Nərmanovun ev muzeyində, yəni bütün ali müəssisələrdə bunu təbliğ eləyir. Nəyə görə? Unudulmasın. Milli Kitabxanada. Milli Kitabxanada Kərim müəllim Tahirov çox sağ olsun bizə qucaq açdı. Yəni biz hətta Sumqayıta bizi dəvət ediblər, tamaşanı görüblər təsirinə görə. Mən ona görə bütün insanlara təşəkkür edirəm ki, yəni bizə belə isti münasibət bəsləyirsiniz. Bugün bizim məclisimizdə gözəl qardaşlarımız var. Dünya Azərbaycanlılar Mədəniyyət Mərkəzinin sədri Rasim müəllim, mən istəyirəm bir kəlmə də o da desin və bizə böyük lütfükarlıqla mən çox xahiş edirəm. Bir neçə kəlmə siz deyəsiz. Buyurun. Çok sağ ol. Biz insanları yormayaq, amma təşkilən məlumatlıdır, gözəl çıxışlar elədiniz. Hacı müəllim, mən həm vaxtı ki, istəyirmək istəmirəm. Onu demək istəyirəm ki, bura toplaşan insanların hər biri vətənini, dövlətini sevən insanlardır. O cümlədən Zərəngiz xanım, siz də neçə illərdir bu camiyyədə öz əxlaqınızla, vicdanınızla, öz yaradıcılığınızla, azərtərdə işlədiyiniz dövrdə həmişə ədalətin haqqının yanında olmuşsunuz. Bugünkü qoyduğunuz tamaşa da Larisa xanımın rəhbərliyi ilə qoyduğunuz tamaşa və bu tamaşanın yaradıcısı dediniz Aygün xanım. Onlara hər zamanlı təşəkkür edirəm, hər birinizə vaxtınızı almıram. Biz də gəlib burada əyləşib, onu dinləyib, onu öz sosial şəbəkələrimizdə, təsisatlarımızda yaymaq və təşkilatımızın Dünya Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri prezidenti Çingiz Abdullayev müəllimdən sizlərin hər birinizə uğurlar arzulayıram və Mədəniyyət Mərkəzinin prezidenti kimi, yeni seçilmiş prezidenti kimi ilk tədbirdə iştirak edirəm. İlk fəxri fərmanlar burada tanınmış insanlara veriləcək. Xüsusilə Hacı müəllimin də fəxri fərmanını yəqin ki, yaxın günlərdə öz kabinetində biz ona təqdim ederiz. Sağ olun, uğurlarınız bol olsun. Bu belə faciələr olmasın. Sağ olun. Bütün şəhidlərin, günahsız qətlə yetirilmiş qocaların və körpələrin, gənc oğlanların və qızların, qadınların və kişilərin əziz xatirəsinə həsr olunmuş Xocalı tamaşasını təqdim edirik. Bu tamaşa Zərəngiz Mənsurovanın Cavab Ver poemasının əsasında hazırlanıb. Tamaşamıza Azərbaycan Dövlət Universitetinin tələbəsi, vətən uğrundan könüllü cəbhəyə yollanaraq canını fəda etmiş Fuad Əsadovun Komandirə məktub şeiri ilə başlayırıq. Niyə götürmüşsən məni orduya? Cavab istəyirəm mən bu sorğuya. Deyirsən, orada olmamısan sən. Uşaqsın, heç yaşada olmamısan sən. Deyirsən, institut səni gözləyir. Cəbhədə hər adam tab gətirmir. Qulaq as əzizim, yaşım azsa da, bu yaşca böyüyə etirazsa da, mənim də sözüm var bugün deməyə. İnsan yaranmayıb yalnız yeməyə. Bil, mənim yaşımda xətayı şahdır. İskəndər sərkərdə nadir padşahdır. Koroğlu bu yaşda çıxdı meydana. Teymur gəlləm dedi bütün cahana. Mən misal gətirərəm nə qədər desən, ancaq nə faydası? Özün bilirsən. Bu yaşda ordu da bir bəhanədir. Yersiz rəsmiyyətdir, boş əfsanədir. Sən mənə qulaq as, dinlə diqqətlə. Qəlbim silahlanıb kinlə, nifrətlə. Düşmən üstün gəlsə, qorxu törənsə, inan, nifrət dolu od püskürərəm. Patronum qurtarsa, gücüm tükənsə, dişim dırnağımla çəngə girərəm. Mən qoltuq altında yata bilmərəm. Mən qadın ləkəyi örtə bilmərəm.
Namusdan, qeyrətdən məhrum olanın, fərəhə, qürura, həsrət qalanın institut diplomu nəyinə gərək? Ürək deyanətlə döyünsün gərək. Dünya Şuşa dərdin yaddan çıxarmış, Xocalı fəryadı beynimi sarmış. Deyirsən komandir indi neynəyək? Kişilik sözünü lüğətdən silək? Körpə uşaqların ahı, naləsi, nişanlı qızların axır çıqqəsi gözümün önündən çəkilmir, getmir. Bu kino qurtarmır, bu səhnə bitmir. Namusu it yemir, it qeyrəti ilə. Dünya baxır, dinmir, küt heyrəti ilə. Düşdü, tapdalandı papaqlarımız. Odlara qalandı torpaqlarımız. Xocalı səsinə səs verməyənlər, düşmənə layiqli dərs verməyənlər gərək yaşamasın bu torpaq üstə. Əgər deyirlərsə şikəst ya xəstə, mən indi sıxılmış yay misallıyam. Xəyalı qarışıq, qeylüqallıyam. Məni gəl döndərmə yolundan kişi, Xocalı niskinli Şuşa hallıyam. Qulaq as, söyləyim sözümün canın. Qələmi sınaydı, qanun yazanın. Mən artıq qarşına hazır gəlmişəm. Hərbin sirlərinə yiyələnmişəm. İnstitut olarsa sənin bəhanən, oradan da çıxaram elə bugündən. Barıt qoxulu o yollar səni bəs nə vaxt qaytarar səndən təsəlli bir zabit mundiri bir cüt ulduzlu aylı vagonlar səndən təsəlli bir zabit mundiri bir cüt ulduzlu aylı vagonlar. Hay ver mənə cənab leytinant, hay ver mənə leytinant. Xoş müjdəli bir savaşdan pay ver mənə leytinant. Gələcək gəm yemə o vaxt dönəcəm mən sənə hələ yad əldədir yurdumuz yuvamız bitib tükənməyib o qan davamız hələ yad əldədir yurdumuz yuvamız bitib tükənməyib o qan davamız. Hay ver mənə cənab leytinant, hay ver mənə leytinant. Xoş müjdəli bir savaşdan pay ver mənə leytinant. Qisas yetməyib savaş son savaş bitməyib sən gəl yanındakı çaxdığın ocağın odun hənirtisi hələ keçməyib sən gəl yanındakı çaxdığın ocağın
hənirtisi hələ keçməyib. Hay ver mənə cənab leytinant, hay ver mənə leytinant. Xoş müjdəli bir savaşdan pay ver mənə leytinant. Hay ver mənə cənab leytinant, hay ver mənə leytinant. Xoş müjdəli bir savaşdan pay ver mənə leytinant. İndi isə xahiş edirəm, Xocalı şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad edək. Canım benim. Benim sevimli elim. Senin yokluğundan düz 33 il geçir. O dehşetli günüm indi de bu güne kadar hatırlıyorum. Doğma şehrimizden, Hocalı'dan kaçtığımız o gün. Senin vəhşicesine öldürüldüğün o gün ben ise mücizzevi şekilde kucağında balaca oğlumuzla kaçabildim. Ne kadar ki ben saham, ne kadar ki nefes alırım, bunu hiç zaman unutmayacağım İbrahim. Dedemiz niye ağlıyor? Bilmiyorum. Gel ona soruşalım. Neden hain yedik? Ağlama. Biz seni çok sevdik. Ne oldu nene? Ne oldu nene? Bu nece bir gündür? Atamın kanı çok karadır. Ama çok kederlidir. Bu nece bir gündür? Önüme sizleri. Ben ağlamayabilirim. Məhz bugün, fevralın 26'sında, düz 33 il evvel, sizin babanız İbrahim öldürüldü. Gece niye? Kim? Aklına baş vermişti. O zaman bizim yaşadığımız doğma hocalığımıza bela geldi, dert geldi, faciaya baş verdi. Ama siz artık büyümüşsünüz. Bunu bilmek sizin borcunuzdur. Gelin gedek. İndi ben size danışım ki bu nece baş verdi. Kuşlar kuşlar ne güzel okuyor be 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 be, ne güzel kokuyor. Kuşlar kuşlar ne güzel okuyor be 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 be, ne güzel kokuyor. Yaşıl elvan sarı çiçeklerin, yaşıl elvan sarı çiçeklerin. Oh 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 oh.
yetişib dər tez ol. Dostlar üçün sən onu göndər tez ol. Dostlar üçün sən onu göndər tez ol. Yaşıl bağın gözəlidir ağalma, yaşıl bağın gözəlidir ağalma. Almanı dərdin daha bağda qalma, almanı dərdin daha bağda, daha bağda, daha bağda qalma. Kızım. Kızım. Ana. Ana. Ana.
Xoş günüm, xoş nəfəsim, cizdə canımdır mənim. Eşkin qarı təmiz yurdum oldum heyran. Xoş günüm, xoş nəfəsim, cizdə canımdır mənim. İnsan övladı həmişə nəyəsə meyl eləmiş. Kimisi candan olub mənsə bu şöhrət diləmiş. Kimisi xəznə dolu mirvarizinə diləmiş. Dünyada bircə vətən dövləti varımdır mənim. Min səadət dilədim hər elə hər halda müdam. Bir güneştir nəzərimdə yaradan hər insan. Min səadət dilədim hər elə hər halda müdam. Bir güneştir nəzərimdə yaradan hər insan. Eşkil qarı təmiz yurduma oldum heyran. Xoş günüm, xoş nəfəsim, cizdə canımdır mənim. Eşkil qarı təmiz yurduma oldum heyran. Xoş günüm, xoş nəfəsim, cizmdə canımdır mənim. Vətənim mənim.
düşəndə o hünval kədə düşür. Hatun ya Hiroşima neçə od kədə düşür. Ölüm heç zaman yaxşı deyə anılmaz. Lakin ölüm var ölüm kimi. Ölüm var zulüm kimi. Yox, heç kəs ölə bilməz. Qocalı elim kimi. Bu ölümü yurduma kimlər qıydı ilahi? Neydi bu körpələrin, nağılların günahı? Bu barbarlar, vəhşilər tufan kimi əzdilər. Bir gecədə yurduma halqana boyadılar. Dığa, haciz, xayistan, yan of. Soyadlılar. Çaylarım, tək halqanım silinib baxdı hər ay. Nə bir əlim yetmədi, nə bir ünüm şartmadı. Əli yalın millətin kesik çəkdi, yatmadı. Sapı bizdən baltalar, silahlar aldılar, döyüşkən mərd Xocalım. Müdafiəsiz qaldılar. Mühasirə yaraldı, mühasirə darıldı. Neçə gündür dalbadal güclü mübahisədir. Eşitmirlər, qalmırlar. Xocalı əldən gedir. Ölüm saçan silahdır. Qocaları, qızları, körpə, suda qızları dişli bu nəmərkahı. Dayan imansız, tanrısız, yağı düşmən. Bu qırdığın Noğuzdur. Görərsən dağı, düşmən. Yumruğuyla tankların, üstə gedən ərlərim, sinəsini odlara siper eden erlerim, sizin de günahınız, birce günde yatmadınız, vətəni vətən kimi qorudunuz, atmadınız. Bəli, qorudunuz siz, yanıp kül olsanız da, Əlif kimi qəhrəman unudulmaz dünyada. Döyüşçü, sona qədər döyüşür. Neçə dəfə olurlar, mövqeyini dəyişir. Başda Əlif Hacıyev, dalında mərd igidlər. Heyli düşmən öldürüb, yağları güdüblər. Helyalın milleti quruyublar beləcə. Düşmənin qaynağını tıxıdıblar o gecə. Ölüm, dirim, tufanım o gün bərqərar olub. İgidlərlə düşmənlər kiri bərabər olub. Çingil kimi yaxının ortasında tek gülüm. Mərd adını mərd kimi ucalttı mənim əlim. Neyləsən ki yaxınlar tamam səfərbər idi. Mənim bədbəxt millətim bundan bixəbər idi. Yeğenlik kıldı yağı, yine kıldı tağı. Azadık yolunda, ebedi arazana, meşeli kıldı yağı. Koca dağıt ileride, gelmediler feryada. Koca dağıt ileride, sağmadılar hiç yana. Sorak geldi Bakıya, sorak geldi dünyaya. Yandı, yıkıldı eller, millet düştü ahlaya. Bakımının yuxusu o güneşe çekildi.
Təzə-təzə qəbirlər xiyabana əkildi. Şəhidlər xiyabanı ağlayan qərənfildir. Yenə də ağ idi, analar saç yoldular. İnsan dənizləri ilə meydanlara doldular. Bu kadar insan. Yâre. Biliyordu korunmazdı. Yanıp yıkıldı eller. Bizim neyimiz azdı? Gayretimiz, arımız. Yoksa servet, varımız, silahımız, ordumuz. Hey basılır yurdumuz. Nedir bunun sebebi? Kimdir buna günahkar? Arkasında duran var. Bu global hilenin o yanlarda duran var. O yanlar bu yanlarda, onlarda ve yanlarda, belki daha uzaklara, parmakları tuzakta, daha çok işleyenler, işleri dişleyenler koy yığılsın ilahi. Bizi tek onların da yürekleri, kalpleri bir sıkılsın ilahi. Hükmüne inanırım. Bu derdiyle yanırım. Göster gücünü Tanrım. Bir alıcımı Tanrım. Axı sensen yaradan. Bir qəbirdən insan. Koy duysunlar hükmünü. Göster bana o günü. Bir balaca jurnalist bu dərdə dözəmədi. Torpaq üstə rahatça hamıda gəzəmədi. Neler saldı yadına, ne düşündü bu igid. Həqiqət üçün çırpındı, hey döndü bu igid. Dərhal coşdu, qaynadı, o yerindən oynadı. Düşmənlərin üstüne silahsız getdi Çingiz. Kameranın gözüyle gör neler etti Çingiz. Bak necə ər doğubsan. Yaşa var ol ayana. Sen özün qəhrəman tək gəlibsən bu cahana. Bir balaca oğulun hünəri asimanmış, könüllü qəhrəmanlıq özü eli vulkanmış. Çəkdi elin dərdini kamera yaddaşına. Göyden odlar töksa da dayanmadan başına. Her körpeye, kocaya doğma kimi ağladı. Vulkan kimi bağırdı. Tufan kimi çağladı. Neydi bu igidlik? Neydi bu çırpınma? Babək mi dirilmişti? Dönmüştü yaddaşına. Neçə qırğınlar, işsiz, soraqsız qaldı. Bu tarihi dəhşəti Çingiz yaddaşa saldı. Əvvəlki qırğınları bizə unutturdular. Xocalı unudulmaz. Çingiz var, kamera var. Çingiz var, həqiqət var. İgidlər torpaq olub, torpağı da qarışdı. Göksün üstə qan gölü, Xocalım nə qarışdı?
Kocamı güzel şehir. Necelim vardı. Yüreğinin başında hiç miskinim vardı. Vətən məni çağırır. O müthiş gecəni çək. Vətən məni çağırır. O nakam körpəni çək. Vətən məni çağırır. Ağ bir çək, ananı çək. Vətən məni çağırır. Beşikdə yananı çək. Vətən məni çağırır. Ağsaqqal qocanı çək. Vətən məni çağırır. Körpəsi yandırılmış. O kömür beşiği çək. Vətən məni çağırır. Sinəsi bölümlənib, ürəyi çıxanı çək. Vətən məni çağırır. Düşmənlər yandırdığı evi çək, eşiği çək. Vətən məni çağırır. Anasının bətnindən zor ilə çıxarılıb, soyuqdan donanı çək. Vətən məni çağırır. Yaraqsız döyüşçünün kəsilən qol qıçını, dağılmış başını çək. Vətən məni çağırır. Adına Türk deyilən, ala gözü ovulmuş o məsum sonanı çək. Vətən məni çağırır. Baş dərisi soyulmuş, gözü ovcuna koyulmuş, sarılaraq asılmış, boğazları kesilmiş, lay divar oğlanı çək. Vətən məni çağırır. Düşmənin tapdağında kül olmuş vətəni çək. Kül olmuş vətəni çək. Çəkdim, yaddaşa qoydum. Dərdimi qoşa qoydum. Tarixə sirdaş kimi. Bu lentdə mən də varam. Cüt qoşa qardaş kimi. Tarixə sirdaş kimi. Çəkdim, yaddaşa qoydum. Dərdimi qoşa qoydum. Sen özün bir gül idin. Vətənimdə, elimdə. Yanıqlı bayatısan, indi ana dilimdə. Əzizim, qandı, haray. Dörd yanım qandı, haray. Namərdlərin əlində, Xocalım yandı, haray. Əzizim, od tutubdu, od yanıb, od tutubdu. Qırılıb Xocalılar, torpağı yad tutubdur. Əzizim, nədən oldu? Sovulub, gedən oldu. Xocalı tekel yandı. Bilmedim nədən oldu. Əzizim, nədən deyim? Ruh deyim, bədən deyim. Xocalı oda yandı. Ahını nədən deyim? Əzizim, atmadım mən. Oyardım, yatmadım mən. Xocalı tək torpağı itirdim, satmadım mən. Əzizinem güc gəldi. Yağı bizə güc gəldi. Əzizinem binələr. Yadda qaldı binələr. Nə olar? Higit ərlərim, düşmənləri yenələr. Əzizim, biz
etməkdən pisdir. Əzizim uçdun neylim, əlimdən uçdun neylim, indi hocalı ruhu bir gəlib quşdun neylim. Əzizim soldu köçdü, dərd bizə oldu köçdü, yer kürəsi eşitsin, hocalı doldu köçdü. Əzizinem adətdir, dərdi yenmək adətdir. Düşmənə əsir düşmək, yesir olmaq biz dərddir. Əzizim, çəkərik biz. Bu dərdi çəkərik biz. Bizdə nifrət yox idi. Təzədən əkərik biz. Əzizim, yaşım var, serim var, sirdaşım var. Xocalı, tək dərd yoxdur. Xərdən gələn başım var. Əzizim, torpaq gelir, əlimdən torpaq gelir. Sevinməsin düşmənlər, başım üstə haqq gedir. Əzizim, damsız qaldı, binəsiz, damsız qaldı. Özgəyə ümid oldu, filtəsiz, şansız qaldı. Aləmə car çəkdi Rus xalqı bir vaxt. Qırdı Alman bizi, qırdı dünyanı. Almanın əskəri mədəni idi. Çəkirdi tüfəngi, alırdı canı. Bəs sənin əskərin nə elədi bilsən? Söylə, dinç Xocalı nə elədi sənə? Dağ çəkdin, cavab ver mənə. İnsan da insanı yandırar mı heç? İnsan da insanı boğazlayar mı? Karşımda dayanmış müqəddəs körpə, onun bu dünyada günahı var mı? Cevap ver sözüme, seni qan içən. Sen axı insansan, vəhşi değilsən. Tuttuğun işlerden peşman ol bil. Bu dünya sen gören dünya değildi. Durar gözlerine günahsız kanlar, sorgusuz, sualsız, ölen o canlar. Günahsız körpeler, kızlar, karılar. Ey callat, başına dünya dar olar. Koca tarih senden cevap isteyer. Bir şair sözüne cevap verindi. Bir şair sözüne cevap verindi. Cevap ver. Soyun korkunç soyun, köküm Koroğlu, Babəkın ömrümün iftiharıdır. Nizami xəmsəsi, müqəddəs, ulu, dünya möcüzəsi, dünya varıdır. Tanınır babamla adım dünyada, Nazimi faciəm, Nəsimi əzimim, Füzuli qəzəldə döndü ustada. Nəyimə gərəkdir səsli əzizim? Yandırmasın beni, koy yad elinle. Sındırmasın beni, acı dilinle.
Mən özüm boydaca torpağım, qanım. Mən özüm boyda bir Azərbaycanam. Üzüyündə qaş ovaram, ana vətən. Torpağında daş ovaram, ana vətən. Parlaram, günəş ovaram, ana vətən. Sən uca tut məni, doğma baban kimi. Mən hamıdan baş ovaram, ana vətən. Bal suyuna, saf havana qurban olum. Əziz Bəlxəm, dərd-davana qurban olum. Mənzilinə, sol yuvana qurban olum. Eşit mənim sözlərimi, ana vətən. Yerə qoyma dizlərimi, ana vətən. Sənə sadiq bir balanam, eşqi təmiz. Sənə olan məhəbbətim, dərya dəniz. Əzəl daşdan adın olubdur qibləmiz. Dövmə, sınan murazlara, ana vətən, qan axmasın arazlara. Ana vətən, ulu haqqım səni sevər, sən azad ol. Düşmənin bəlasın verər, sən azad ol. Sərəngiz sədasın verər, sən azad ol. Qarabağdır aman yurdum, ana vətən. Çəngilər çalınan yurdum, ana vətən. Bugün gərək hər anımız vətən desin. Qılıncımız, qalxanımız vətən desin. Ölənlərin əvəzinə qalanımız vətən desin. Vətən desin. Qəlbimizin hər durğusu, hər vurğusu vətən desin. Fərqi yoxdur, harda olaq, zamanımız, məkanımız vətən desin. Çox yatdıq, çox mürgülədik, qoca millət. Mürgülədik, qoşa-qoşa dağlarımız uğurlanıb. Dizlərimiz, çaylarımız oğurlanıb. Çöllərimiz, göylərimiz oğurlanıb, oğurlatdıq. İndi saysaq, saya sığmaz daha nələr, nələr oğurlanıb. Yer üstündə xəzinələr, yer altında dəfinələr oğurlanıb. Qoca millət, hər andımız, amanımız, əgər varsa zərrə qədər imanımız vətən desin. Hər yaxşımız, yamanımız vətən desin. Əli kəsik, dili kəsik uşaqlar var, hələ dustaq, körpə dustaq vətən deyir. Bu nə külək, bu nə bulud, bu nə yağış, bu nə qardır. Didərginlər üzərində susub durdu, vətən dedi. Mürgülüsən qoca millət, daha möhkəm, daha ötkəm gəlsin səsin, vətən desin. Qoca millət, bugün gərək hər anımız vətən desin, vətən desin, vətən desin. Qoy mənim vətənimin üzərində aydın səma olsun. Qoy daima Azərbaycan şəhrənsin. Qoy vətənimin qızları heç vaxt qara yaylı taxmasın.
uşaqları həmişə xoşbəxt olsunlar. Qoy mənim bir uşaqları həmişə xoşbəxt olsunlar. Əziz anam Azərbaycan, sənə bağlıyam ömrümün belasısan, kardeşlik dünyasısan, anamın anasısan Azerbaycan. Ömrümün belasısan, kardeşlik dünyasısan, anamın anasısan Azerbaycan. Dünya savaş Azerbaycan, ты во мне поешь Азербайджан, как огни твои светлые, как слова твои теплые, и звезда моей судьбы Азербайджан. Как огни твои светлые, как слова твои теплые, и звезда моей судьбы Азербайджан. Я к тебе приду, Азербайджан, я к тебе приду, Азербайджан, с необходимой стороны, сыновья тебе верны, и звезда моей судьбы